Hə, Acun xanım. Keçək indi salona. Hə, salonda uşaqlar bütün isti-isti qazanlarla yeməkləri də hazırda. Hətta çörəyinə kimi, təndir çörəyinə Çörəyinə kimi, bəli. Maşallah, Acun xanım, ona deyirəm. Aşbulov da buradadır qardaşım. Hələ Aygün xanımdan şirin balalara istidə də yazdırmışam. Şirin tortları da hazırdır artıq. Aydır. Çox sağ ol. Stol hazır olanda ona da baxarsan, hələ orada gözəl. Təşkilatçı qrup rəhbəri Acun xanım. Hə, bəh. Günah xanım da sağ olsun. Şeydə yazır, hə. Günah xanım da Acun xanımın demək olar ki, vitse-prezidentidir. Buradan da sözüm o trenddə, brenddə özlərini sayanlaradır ki, ay əzizlərim, ay canlarım, gözəllərim. Bax, belə işlərlə özünüzü reklam edin. Belə işlərlə. Hə, mahnılar da boş şeydir. Mal mülk reklam eləmək də boş şeydir. Əsas o ki, tamamlansız. Reklam eləmək də boş şeydir. Ancaq gəlin, bax, belə işlərlə məşğul olun, həzz alın. O dünyamıza, ahirətə gözəl şeylər qazanın. Əlbəttə ki.